Rejissorun son filmi, aktyorun son rolu. Azərbaycanın kino aktyoru, Mozalan kino jurnalının rəhbəri aktyor Ceyhun Mirzəyev haqqında danışacağım. İsmail. Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. 46 illik ömrünün 35 ilini kino ilə bağlı olub. Görüş filmində Şixəlinin oğlunun obrazını yaradanda Ceyhun Mirzəyevin 9 yaşı var idi. Daha sonra 12 yaşı olanda Ögey Ana filminə dəvət almışdı. Ceyhun Mirzəyev həm də kino studiyada da müxtəlif peşələrdə çalışıb. Rejissor və aktyor kimi fəaliyyət göstərib. Mozalan satirik kino jurnalı üçün süjetlər çəkib. Mozalanın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də parodiyaçılıq qabiliyyətinə malik olub. O bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta Mozalanın başlığında səslənən vızıltı səsi də Ceyhun Mirzəyevə məxsus olub. O vaxtı filmlər az olduğundan işsiz rejissorlar çox idi. Ceyhun Mirzəyev Mozalanın bədii rəhbəri olanda rejissorlara süjet verirdi ki, yaxşı qonorar alsınlar, maddi durumları yaxşılaşsın. Aktyor həmkarı, tələbə yoldaşı, rejissor Əbdül Mahmudovun toyunu təşkil edən dostlarından biri də Ceyhun Mirzəyev olub. 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Ceyhun Mirzəyev atasını erkən itirib. 3 yaşı olanda atası Cəmil Mirzəyev dünyasını dəyişib. Bildiyim qədər atası Cəmil Mirzəyev milis işçisi olub. Anası əslən Gürcü millətindən olan Gülcahan xanım. Ceyhun Mirzəyevin həyat yoldaşı Lida xanım əslən Rus millətindəndir. Onlar 1973-cü ildə ailə həyatı qurur və onların Cəmalə adlı qızları dünyaya gəlir. Həyat yoldaşı Lida xanımla Ceyhun Mirzəyevin arasında sevgi çox güclü olub. Onlar bir-birlərini o qədər sevirmiş ki, bu məhəbbət haqqında kitab yazmaq, film çəkmək olardı. Lida xanım yüksək vəzifədə çalışsa da, həyat yoldaşının dostları ilə çox yaxın doğma bacı kimi olub. Ceyhun Mirzəyevin kinoda ilk işi 1955-ci ildə kino rejissor Tofiq Tağzadənin lentə aldığı Görüş filmində Şixəlinin oğlunun obrazını yaradıb. Gelsene. Bundan sonra kime inanırsan? Ne olur? Nece ne oğlum? Ahmak 3 saat yol üstünde durasan. Bırak öke. Gün tepene döye döye. 8 kilometre. Daha sonra
1958-ci ildə kinorejissor Həbib İsmayılovun lentə aldığı Ögey Ana filmində İsmayıl, Bırak benden axı, ben geçkirəm. Abala bir dayan görüm ne gayrına bak ha. Başıma dönüp beni Axı olmadı. benim şey dayıyla ayazamı gösterəm. Ay Bırak. seni adı başa çık hara gedirsən. Al bu bana koy başıma. Ne? Ay seni belə də uşaq olar. Hey! Ay İsmail gel de. Sen dayı. İsmail, bala. 1960-cı ildə Matteo Falcone filmində Fortunato, Sen Mateo'nun oğlusun. Ha? Beni gizlep dalımca gelirler. Axı sen kimsən? Ben cennette sen Piero'yam. Onda gözlə atam gəlsin. Lanet şeytana. Eşitmirsen atırlar. Onlar 3 saat buraya gelecekler. Gizlet beni. Gizlet diyorum yoksa öldürürüm seni. Senin güllen yoktur. 1965-ci ildə Yenilməz Batalyon filmində Teymur, Anamın gözleri yoldadır birce gümanı, birce mənə qalmış gümanı, gidip görüm əziz anamı, aqallı dağlar bulub kəsaranı qoy arabanı kəndə çatsın, adam da yenə dönək, düzdə selə dönək, düzlər anam, akıyla atlar. 1966-cı ildə İstintaq davam edir filmində emalatxanadakı oğlan, Koca dənizçidir. O hardan dənizçi oldu? Yax klubda keşikçidir. Abala, sen işini gör. Teşekkür ederim. Sağ ol. 1969-cu ildə Dəli Kür filmində Osman, 1980-ci ildə Yol Əhvalatı filmində İbadullah, İbadullah bir tane bilet vermeli İbadullah. Ya. Sen görmezsin şu parçalarından buradayım ben. Mən bədbaxt indi necə bilet satım? İbadullah yine özünü itirmişsən ha. Niye uçmuruq ha? Ay Badullah, el ele bir çiçesen de ben kimi yerde kalım yaxşı. Sən də demə oğlu verəm hala. Yerdən bezmisən mi ya? Ay yoldaş şəkərlik, insafın olsun. Məni buraya ezamiyyətə göndəriblər. Məndən haqq hesab istəyəcəklər. Bir bilet ver cəhənnəm olur. Cəhənnəm olsun, sənin qohumağına ben. İbadullah. Daşım düşsün başımıza. Bana yol verin zəhmət olsun. Xahiş edirəm. və aktyorun son filmi 1993-cü ildə Fəryad filmi olur. Fəryad filminin həm rejissoru idi, həm də baş rolda özü çəkilmişdi. Bu, Ceyhun Mirzəyevin kinoda sonuncu rolu olur. Ceyhun Mirzəyev rejissor kimi də bir neçə film çəkmişdi. 1985-ci ildə Bəyin Oğurlanması, 1986-cı ildə İşarəni Dənizdən Gözləyin filmini lentə almışdı. Fəryad filminin senarisini Vaqif Mustafayev yazıb. Rejissoru Ceyhun Mirzəyev. Fəryad filminin çəkilişlərindən evə qaydanda evdə rahatlıq tapmırdı. Siqaret çəkirdi, düşünürdü, öz-özünə danışırdı. Elə bil bu filmi çəkməklə onlardan qisas çıxmaq istəyirdi. Filmin hazır olub ekranlara çıxmasını həsrətlə gözləyirdi. Amma Fəryad filminin çəkilişlərindən sonra Ceyhun Mirzəyev
mikroinsult keçirir. 2 həftəlik müalicədən sonra yenidən filmin işlərini davam etdirməyə başlayır. Aktyor çox tələsirdi ki, filmi tez başa çatdırıb ekranlara çıxarmaq arzusundaydı. Ceyhun Mirzəyev həm vətənini, həm də kinonu çox sevirdi. 1993-cü il martın 5-də 47 yaşının tamam olmasına bir ay qalmış Ceyhun Mirzəyev Azərbaycan televiziyasına getmişdi. Fəryad filmi haqqında veriliş hazırlanırdı. Elə oradaca vəziyyəti pisləşir. Diktor Hicran Hüseynov onu öz maşınına qoyub evə gətirir. Onda Ceyhun Mirzəyevin halı özündə olmamışdı. Aktyorun həyat yoldaşı Leyla xanım Ceyhunun qayğısına çox qalırdı. Səhhətinə görə siqaret çəkməsini xahiş edib. Buna görə də Ceyhun siqareti gizli çəkirmiş. Bunları bilən Leyla xanım zarafatla deyirmiş ki, mənim bir yox, 2 övladım var. Bildiyim qədər Leyla xanım da artıq dünyasını dəyişib. Aktyorun ürəyində çox güclü ağrı var idi. Təcili yardım çağırırlar. Əsirdi, titrəyirdi. Ayağını isti suya qoyurdular. Yenə də xeyri olmur. Bir anlıq gözünü açıb qızı Cəmaləni yanına çağırdı. Qızın üzünə baxıb və gözlərini əbədi olaraq yumdu. Ceyhun Mirzəyev haqqında çox çəkilişlər var. Onun haqqında çox danışırlar. Və mən də qərara gəldim ki, qısa olsa da bildiklərimi sizinlə bölüşüm. 2026-cı il aprel ayının 9-da Dövlət Film Fondunda Ceyhun Mirzəyevin anadan olmasının 80 illik yubileyi keçirildi. Mən də həmin tədbirdə iştirak edirdim. Ceyhun Mirzəyevin adı gələndə ilk ağlımıza Fəryad filmi gəlir. Çünki Fəryad filminə özünü qurban verdi. Ceyhun Mirzəyevin məzarının üstündə 2 şəkil var. Həm onun Ögey Ana filmində olan balaca İsmail və Fəryad filmində olan Böyük İsmailin şəkili onun məzarının üstündə əbədi həkk olunub. Aktyorumuz haqqında qısa olsa da sizlərlə bölüşdüm. Buranı tez-tez sadə adamlar da, həm kino xadimləri də buranı tez-tez ziyarət edir. Ceyhun Mirzəyevin məzarı təmizdir. Amma yenə də gəlmişkən də aktyorumuzun məzarının üstünü yuyacam. Allah Ceyhun Mirzəyevə rəhmət eləsin. Ruhu şad olsun.